Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Yəqin ki, indi hər birinizin evində süfrələr açılıb, xonçalar bəzədilib. Biz də şov məkan olaraq sizin bayramınızı təbrik edirik. Novruz bayramınız mübarək olsun. Neçə gözəl illərə çıxasınız. Hər zaman süfrəniz bol ruzul olsun. Mən bugün tək deyiləm. Bizim gözəl saz ustamız Samirə xanım da bizimlədir. Xoş gördük. Xoş gördük. Bayramınız mübarək olsun. Sizin də, bizim də, bizi izləyən bütün tamaşaçıların bayramı mübarək olsun. Samirə xanım, hara gedirik, nə edəcəyik? Hara gedirik deməyim. Ora çatanda inşallah açıqlama verərik. Gedirik papaq atmağa. Əslində papaq atmaq bir bəhanədir, yəni bayramlaşmağa. Amma öncədən papaq atarıq. Görək bizdə nə hədiyyə yeyəcəklər. Papağımızda nə olacaq, baxarıq. Mən belə qərara gəldim ki, mən sizlə getməyim, sizi tək buraxım. Odur ki, bu sizin papağınız. Bu da bizim mikrofonumuz, amma müğayət olun ha. Yaxşı. İnşallah papağı götürüb içi dolu qaytararlar özümə, inşallah. Yaxşı yol sizə. Təşəkkür edirəm, sağ olun. Əziz tamaşaçılar, o bir söz var, sonra Bağdadı bulursun, türklərin bir qəşəng sözü var. Biz də sonra gəldik, tapdıq məkanımızı, yenə də açıqlamıram. Çünki istəyirəm ki, papağı atım, görək necə pay verəcəklər bizə. Ondan sonra adı açıqlayım ya açıqlamayım, yenə də düşünərəm. Bayram payımı da götürmüşəm özümdən ki, o insanın bu bayramda mən yad eləməliyəm və bu andan da şərəf duyuram. Elə isə mənimlə olun, qaçırmayın, getdik. Nəsib olmur, həm xalqın sevgisini qazansın. Mən üçün Naxçıvandan gəlib, tanımadığım bir rəssam bunu gətirib. Nə gözəl, çox gözəl yaradıblar, çox gözəl. Çox gözəl. Əsərdir, çox gözəl. Hər sənətkara nəsib olmur ki, həm xalqın sevgisini qazansın, həm dövlətin ki, qapınızı bizə bax belə gülər üzlə açdınız, xoş könüllə açdınız. Bugün məqsədimiz nə idi? Bizim regional kanalın gözəl bir proqramı var, şov məkan proqramı. Bugün estafeti mənə verdilər ki, kimlənsə bayramlaşaq. Mən də düşündüm ki, ellə, adətlə, nənələrdən, babalardan belə bir adət qalıb ki, bayramda kiçiklər həmişə böyükləri gedib yad edirlər. Mən də özümə borc bildim ki, böyüklərə qonaq gedim və düşündüm ki, seçimim siz oldunuz. Bugün sevinirəm ki, bu ənənə ki, biz milyon illərdən bəri bu davam olunub, bizə ötürülüb, sərvətdir. Doğrudan sərvətdir. Mən də uşaq olanda, kətdə olanda 22 il kətdə yaşamışam. O 10 yaşımda bunun qapısına papaq atmağım gözümün qabağına gəldi. Valla, uşaqlıq illərim, bundan sonra o nənəmin açdığı süfrə, anamın açdığı süfrə, atamın dostlarının bizi saymaları gözümün qabağına gəldi. Bizim də o vaxt ehtiyacımız vardı ki, kimsə bizi saysın. Məni saymırsan, Allah da səni sayacaq. Çünki həm hacıyam, həm tanımış sənətçiyəm, həm səni istəyən, sənə qiymət verməyi bacaran bir adamam, bir insanam. Ona görə mənim qapımı xoş üzlə, gülər üzlə açdığınız üçün, mənə sevinç bəxş etdiyiniz üçün Allah sizi sevindirsin. Çünki bu bayram o qədər gözəl bayramdır ki, bizim özümüzünkiləşdirən bayramdır da, belə deyək. Çünki yeganə bayramdır ki, burada milli geyimlərimiz hamı geyinir. Milli musiqilərə üstünlük verilir. Bax, əsrlərlə bugünə kimi, nə bilim, illərlə bugünə kimi gələn mətbəximizin o şirniyyatları, yeməkləri. İndi siz Cənub bölgəsindənsiniz, ən çox plov, aş dəmli, cürbəcür aş dəmlənir. Hamısı mətbəximiz də qədimdir. Regional televiziya bunu çox düzgün seçim seçdi ki, niyə mən milli oğlanam, milli kişiyəm. Həm də o Cənubun bir nümayəndəsiyəm. Regional televiziya gör haran düşünür. Az bilmirlər ha. O regional televiziya düşünmür, mən düşünmüşəm ki, ki Novruz haqda ən gözəl məlumatları biz sizdən ala biləcəyik. Həm Cənub bölgəsi, həm muğam sənətinin canlı korifeyi,
həm də ki, indi maşallah artıq neçə yaşınız var, yəni həm neçə illər bundan öncə Novruz bayramı necə keçirildi, bu gün necə keçirilir, bu fərqləri bizə aşılayacaqsınız. Caner müəllim, bu gün bizə danışasınız uşaqlıq illərinizdən, sizi qaytaraq o uşaqlıq, gənclik illərindən. İndi də gəncsiniz maşallah. Yəni il baxımından deyirəm. Çünki o illərdə fərqli keçirtmisiniz bayramları bilirəm. Bizə danışasınız ki, nənələr nə bişirib sizə, ana nə bişirib, dostlarla papaq atdığınız hansı bir maraqlı an olubmu, papağı götürüb qaytarmayıblarmı, elə bir şeylər olubmu, tonqallarda, nə bu maraqlı hadisələrdən danışasınız. Yadıma gəlir, bayram ərəfələrində atam kuş olayardı, ceyran olayardı. Atamla ceyran oluna gedərdi. Valla, o dövrün tamam başqa rahiyələri vardı, başqa gözəllikləri vardı. Nənəm bayramda bişirərdi. Fəsəli yayırdınız. Fəsəli yayırdılar mı siz tərəfdə? Bəli, fəsəli. Sonra anam aş bişirərdi. Qəribə bir şey görmüşəm, onu deməsəm olmaz. Bizim təndirlərimiz toprağın üstündə olur. Qarabağda, bəzi regionlarda yerin içindədir. Belə ovul da toprağı. Oradan Lənkəranın dağ kətlərinə gedən adamlar başlarında yük oradan ötəndə nənəm çörək yapıb təndirə. Özdə Çaydır. Bəli, əl dəyirmanı. Onların hamısını görmüşəm. Ona görə indi o elektriklə olan dəyirmanlar unu yandırırlar. Buna görə indiki çörəyin qoxusu yoxdur. Bunları görmüşəm. Təndir çörəyin qoxusu. Bir adam bir təndir yapanda iyi haralara yayılır. Nənəm deyir, indi oradan ötürlər də kişi, qadın, əllərində yükləri var. Səni and verirəm, tanımırı kimdir? Səni and verirəm, Həzrət Abbasın kəsilmiş qollarına. Bu çörəkdən bir qırıq götürün, bunun qoxusu sizə dəyər. Bunları görmüşəm mən. Canəli müəllim, indi uşaq vaxtı olanda mən bilirəm ki, oğlanlı qızlı hamı bir yerdə olur da, yəni ayrılmırıq. Oğlanlı qızlı, bilirəm ki, indi qızlar qulaq falına çıxanda siz görmüsünüz. Onu da görmüsünüz. Papaq atmaqdır. Yəni əslində kişilər də qulaq falına çıxır. Bizim oğlanlar yumurta döyüşləri, xoruz döyüşdürürmüşlər, nə bilim. Əslində oğlanlar da qulaq falına çıxırdılar. Çünki uşaq vaxtı dərdimiz nə olur? Ay Allah, instituta girəcəmmi? Ay Allah, məktəbə qırmızı diplom alacaq. Halıyama nə bilir bizdə? Heç sən almısınızmı? Bəli. Qulaq falı. Yadınıza gəlirmi ki, nə niyyət eləmişsiniz, nə eşitmişsiniz? Bəlkə yadınızda qalıbsa deyil. Bu qaldı ki, mən onun heç məndən çıxmayacaq. Qulağımı yapışırdım qapının ara kəsmə yerinə. Görən nə deyirlər. Gördüm, anam atama deyir ki, sən narahat ol be, o çox kəlləli uşaqdır. Vallahi. Elə biliblər ki, siz dinləyirsiniz. Kəlləli uşaqdır. Belə öz bəhrəsini verdi. Mən tək canımla qurban kəsim sənə. Bu da ağılın məhsuludur. Ağıl və məsuliyyətin məhsuludur. Tək canımla 3 körpə ilə gəldim Bakıya. Şira keçdikdən ta Ulu Öndərdən ev alana qədər, İlham Əliyev cənablarından ev alana qədər yüksəldim. Vallahi Çox şükür, doğrudan da xoşbəxt adam. sən Allahla ol, Allah sənlə olar. Kəsmə ümidini haqq dərgahından, keçər günahından hesab istəməz. Mən kəsməmişdim. Allah ürəyimdən bir parça uşaq olmuşam, mən Bakıya gələndə diş qudalama, bir də qohum əqraba, bir də dost tanış yox idi. Kirakeş qalırdım, amma Asad Zeynal'da oxuyordum. Bax belə əziz tamaşaçılar, gördüyünüz kimi bugün dəyərli insan, gözəl xanəndəmiz, onun titulları maşallah saysız hesabsız olan xalq artistimiz, professor, şöhrət ordenli Canəli müəllim Əkbərovun evində olduq və Canəli müəllimin bizə əminəm ki, siz izləyici tamaşaçılara da elə bizə də onun söhbətləri örnək oldu. Biz ondan bugün necə böyülük eləməyi,
necə ailəni başına toplamağı, necə sənətin keşiyində durmağı, adət-ənənəni qoruyub saxlamağı, bütün çətinliklərə baxmayaraq bu qədər uğur qazanmağı, bu həyat yolunu az da olsa dinlədik. Necə o uşaqlıq xatirələrini dinlədik ki, bayram adət-ənənələrini dinlədik ki, o dövrdə necə idi, bu dövrdə necə idi. Onun ən gözəl xatirələri ilə bölüşdük. Mən istərdim ki, Canəli müəllim, sizin bizim tamaşaçılarımız üçün bayram təbrikini eşidək, bayramlarını təbrik edin və bir gözəl, əlbəttə ki, musiqi olmasa olmaz. Sonra bərabər bir mahnı ilə təbrikimizi göndərək cəmaatımıza, xalqımıza. Mən regional televiziyasından bu gözəl kamerasından, gücündən istifadə edib xalqımızı təbrik edirəm. Əziz xalqımız, demirəm əziz xalqım, əziz xalqımız. Arzu edirəm ki, bir həci kimi süfrəniz həmişə zəngin olsun, ürəyiniz sağlam olsun, namərdə möhtac olmayasınız. Ölkəmiz bugün çox gözəl günlər görürük. Bağçamıza gəldi bahar, yaşıl xalı sərdi bahar. Gəl dedim, gəlmədin yar, gəlmədin yar. Bağçamıza gəldi bahar, yaşıl xalı sərdi bahar. Gəl dedim, gəlmədin yar, gəlmədin yar. Məni yada salsana yar, ürəyimi yalsana yar. Ay ceyran sevgilim, mehriban sevgilim, sirrimi bilmedin, bilmedin yar. Ay ceyran sevgilim, mehriban sevgilim, sirrimi bilmedin, bilmedin yar. Ay, sirrimi bilmedin, bilmedin yar.